Hər vaxtınız xeyirli olsun. Uşaqlıqda olan ara kəsmə haqqında kiçik bir məlumat verirəm. MRT müayinəsində də bir belə Hər vaxtınız xeyirli olsun. Uşaqlıqda olan ara kəsmə haqqında kiçik bir məlumat vermək istəyirəm. Bu gördüyünüz ürəyə bənzər. Bax bu iki uşaqlıq boşluğu, yəni 2 ədəd uşaqlıq boşluğu. Bu MRT müayinəsidir. Xanımda hamiləlik baş vermir. Uşaqlıqda belə deyək, ara kəsmə var. Bax, bu gördüyünüz qalın uşaqlığın natamam ara kəsməsidir ki, uşaqlıq boşluğunu 2 hissəyə ayırır. Biz histererizektoskop vasitəsilə girib bu ara kəsməni, bu nahiyəsini götürəcəyik ki, uşaqlıq boşluğu tam normal bərpa olunsun ki, sonradan hamiləlik baş versin. Yəni, uşaqlıq boşluğunda olan ara kəsmə budur. Bəzən olur tam axıra qədər, bu isə natamamdır. Belə. Ara kəsmələrində həmişə qərarı düzgün vermək lazımdır. Belə, sağ olun.